Yoldaş yoldan evvel seçilir. İbn Hibban'ın Ravdatul Ukala adlı kitabında belə nəql olunur. Müminlerin emiri Ömer İbn el-Hattab, Allah ondan razı olsun, demişti. Sənə doğruları, sadiq insanları yoldaş seçməyi tövsiyə edirəm. Çünkü onlar bolluqda bəzək, çətinlikdə isə dayaqdırlar. Ey dostum, İmam Şafi, Allah ona rəhmət etsin, belə deyərdi. Allah insanları bir-birinə mərhəmət üçün göndərmişdi. Bəzən Allahın rəhməti sənə dostlar surətində gələr. Əgər sənə zülm edilsə, onlar sənin üçün ordu olarlar. Əgər borcun olarsa, onlar sənin üçün dayaq olarlar. Əgər bir dərdin olsa, onlar sənin üçün köməkçi olarlar. İnsan nə qədər yüksəlsə də, salih dostdan heç vaxt ehtiyacsız qalmaz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hicrət günü yola dostu Əbu Bəkir Əs-Sıddıqla, Allah ondan razı olsun, başlamışdı. شرع وإيمان نشرنا ديننا الحق